Salam aleykum əziz kanalımızın izləyiciləri. Bu günləri qısa olaraq, amma çox vacib bir məsələyə toxunmaq istərdim. Məsələn, qoyun quzunlarda ilk gördüyünüz məsəl üçün problemi bu zaman nə etmək lazımdır? Sizə qısa olaraq anlatacağım. Deyək ki, siz gördünüz, fərqi yoxdur, istər quzu olsun, istər qoyun olsun, tez-tez belə bir şeylər məsəl üçün müşahidə olunur. Bu da normaldır, çünki həmişə dediyim kimi canlılarla iş görürük və daimi heyvanlar kontrol altında olmalıdır. Fərqi yoxdur, məsələn, səhər gəldiniz tövləyə, məsəl üçün çıxartmamışdan öncə kontrol eləyin quzuları. Yəni baxın, qoyun quzuları. Çox vaxt məsəl üçün görürük ki, yəni kontrol eləmədən heyvanları eləcə çıxardırlar və bu quzu və yaxud qoyun fərqi yoxdur. Problem üstünə problem gəlir. Yəni vaxtında tədbir görülməyəndə artıq bu heyvanı xilas etməyə mümkün olmur. Ona görə ilk öncə məsəl üçün otlağa çıxartmamışdan öncə heyvanları mütləq birinci kontrol edin ki, heç olmasa xəstə heyvanları otlağa buraxmayasınız. Yəni üstünə gəlməsin dayıda heyvanın. Heyvan dayıda fenalaşmasın yəni. O halda kontrol eləyin ki, xəstə heyvanları saxlayasınız və onları dərhal müalicəsinə başlayasınız, yəni uzatmayasınız. Çünki heyvanda, qoyun, quzuda uzatdığınız onun müalicəsini heyvan artıq sonra onu xilas etmək mümkün olmur. O yüzden kontrol edəndə nəyə fikir verin? Baxın, görün heyvan halı varmı? Heyvan yeməklə, içməklə kəsilməyibmi? Yəni bir qıraqda durmayıbmı? Qulaqlarını sallamayıbmı? Və məsələn, bu halda görürsünüz ki, heyvanda tənəffüsündə problem varsa, ağır nəfəs alır, tez-tez nəfəs alır, görürsünüz içini döyürsə, heyvan yeməkdən, içməkdən kəsilibsə, mütləq tədbir görmək lazımdır. İlk öncə nə edirsiniz, əziz fermerlər, təsərrüfatçılar? Buna həmişə diqqət yetirin. Birinci növbədə heyvan qızdırmasını yoxlayın. Yəni dərhal qaçmayın, yəni həkimlərin yanına, belə siz o həkimi gətirənə kimi və s. Bu məsələ uzana bilər. Birinci özünüz, yəni özünüz həkim olun. Demirəm ki, yəni sonra həkimi çağırmayın. Xeyr, əsla demirəm. Yəni ən azı həkimə nə təqdim edəcəyinizi biləsiniz. Nə izah elədiyinizi biləsiniz. Yəni birinci növbədə qızdırması yoxlayın. Heyvanın mütləq gördünüz ki, keyfi yoxdur, nasazlayıbsa qızdırmasını yoxlayın. Qızdırması varsa, bu vaxtlarda artıq bilirsiniz ki, istilər, havalar isinir, parazitlərin aktiv vaxtıdır, gənələrin aktiv vaxtıdır. Bu vaxtlarda çox vaxt heyvanlar qızdırmadan, parazitlərdən, gənələrdən qızdırır. İstisna hallar da olur, əlbəttə ki, indi onları vurğulamıram. İndi heyvan sizin baxımınızdan asılıdır, heyvanı soyuğa verməmişsə, altı nəm deyilsə və s. Heyvanı pis havada, yağışda çıxartmamışsa, yəni o nüansları çıxardıram, amma çox vaxt parazitlərdən, gənələrdən heyvanlar qızdırır. Ona görə tədbirləri görün ki, yəni məsəl üçün parazitlərə qarşı ivermektin tərkibli preparatlardan istifadə eləyin mütləq. Ondan sonra məsələn gördünüz heyvanın qızdırması var. Birinci növbədə əgər bu parazitdəndirsə, hər halda yaxşıca heyvanı baxın, qulağının dibinə kimi, hər bir ətrafına, hər yerə baxın ki, çünki orada mütləq hansısa bir infeksiyon bir gənə var ki, o heyvana qızdırma salır. Məsələn, bilirsiniz də, yəni bütün gənələr qızdırma salmır. Yəni müəyyən hansısa bir gənədirsə, o infeksiyon daşıyıcıdır və o sırf həmin o gənədən heyvan nasazlanır, qızdırır. Və ona görə heyvanı yoxlayın, görün gənəsi yoxdursa, varsa səhv eləmirsən bizim kanalda o gənəni necə düzgün formada çıxartmaq lazımdır, o var. Yəni yoxdursa inşallah bu da bir yeni bir kontekst olar, inşallah onu da çəkiliş edərik. Allah'ın izni ilə. Ona görə çünki onun qaydası var. Yəni birbaşa çarpmaq olmur. Onun qaydası var. İnşallah o temaya da toxunarıq. Və yaxud iynə vura bilərsiniz. Yəni iynə vura bilərsiniz ki, dərhal bu parazitləri üzərində və daxilində olan parazitləri məhv eləsin. Bu ivermektindir. Məsələn, yox, heyvan görürsünüz ki, problem ağciyərdədirsə, heyvanda tənəffüs yolunda problem varsa, öskürək varsa, xırıltı varsa, yəni öskürək qurtlardan da olur, o heç. Özünüz müşahidə etməlisiniz ki, məsələn, öskürəkdə xırıltılı, yaş öskürək varsa, bu artıq nəyin əlamətidir? Bu ağciyərin, soyuq dəymə, pnevmoniya və s. kimi xəstəliklərin əlaməti ola bilər. O halda nə edirsiniz? Mütləq birinci növbədə qızdırmanı aşağı salmalısınız. Fərqi yoxdur. İstər gənədə də olsun. Məsələn, gənədə olanda tərkibi priplasmin olan preparatlardan istifadə eləməlisiniz. Və yaxud dərhal qızdırmanı
salmalısınız. Ondan sonra heyvanda əgər belə deyim, soğuq dəymə problemi varsa, 3-5 gün antibiotiklə heyvanı müalicə edirsiniz. Baxın, yəni bunlar mütləqdir. Yəni daimi kontrol edin ki, yəni belə problemlərlə üzləşməyin. Həmişə də dediyim kimi profilaktik tədbirlər görün. Profilaktik tədbirlər görün və heyvanları otlağa çıxarmamışdan öncə bir göz gəzdirin. Görün hansısa heyvan nasazdırsa, onu ayırın, saxlayın, dərhal onu tədbir etməyə çalışın. Yəni dərhal o heyvanı müalicə eləməyə başlayın ki, heyvan daha da fənalaşmasın, problemlə üzləşməyəsin. Bu qədər qısa olaraq istədim, hər vaxt tapdıqca çalışıram ki, kanalda boş qalmasın, videolar çəkiliş edim. İnşallah çalışdığımız qədər yeni videolar çəkiliş edərik. Sizdən isə sadəcə kanalımıza abunə olun ki, belə faydalı, maarifləndirici videolar çəkməyə davamı gəlsin və bizdə bunun üçün səbəb olsun və motivasiya olsun. Allah hər kəsin malına bərəkət versin. Salam aleykum və rəhmətullah və barakatuhu.